Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Kəlam elmi kitabının 113-cü səs yazısı. Mövzumuz qəza və qədərdir. Keçən dərs danışıq qəza və qədər barəsində. Tarix bu məsələ olub, bəzilər buna tale adı veriblər, bəzi buna alın yazısı adı veriblər. Ədəbiyyatımızda, şairlərdə, ateistlərdə və İslam aləmində bunların baxışından danışdıq. Dedik ki, İslamda məzhəblərə görə qəza və qədər nədir? Fərqli mənalar mövcuddur hal-hazırda da. İnşallah biz onu qeyd edəcəyik. Ateistlərin nəzərində nə idi bəs? Ateistlərin nəzərində deməli budur ki, qəza və qədər maddi səbəblərdən qaynaqlanır. Necə yəni maddi səbəblər? Yəni biz deyirik ki, bu mücərrəd bir şeydir də, yəni maddi bir şey deyil. Yəni necə şey deyil, nə cürdür qəza və qədər filan Allaha məxsusdur. Valla ki, yox, maddi yəni pul mənası yox ha. Yəni bizim gördüyümüz, eşitdiyimiz, toxunduğumuz ki, bunlar maddi bir şeylərdir, mücərrəd sayılmırlar. Bunlardan ortaya çıxan bir qərarlardır. Və dedik, qəza və qədər sözün leksik mənası, qədər bizim dildə olduğu kimi hər hansı bir şeyin tutumu, hər hansı bir şeyin həddi, hər hansı bir şeyin miqdarı. Qəza nə oldu? Yəni qətiyyət. Artıq qərar verir. Qəza yəni qərar. Qəza yəni nə? Hökm, qətiyyət. Sonra dedik ki, qəza və qədər iki hissəyə bölünür. Elmi qəza və qədər, feili qəza və qədər. Biz elmi qəza və qədər barəsində danışdıq. İnşallah bugün danışacağıq qəza və qədərin feili baxımından, yəni feili və qəza qədər qeydləyəcəyik. Qısa cümləni qeydlər ki, elmi, yəni Allahın elmi ilə bağlı olan qəza və qədər nədir? Dedik axı, qədər nədir? Hədd. Qəza nədir? Hökm. Elmi, qəza budur ki, Allah Taala məxluqatının xüsusiyyətlərindən əvvəldən xəbərdardır. Elmi qədər nədir bəs? Onun vücuda gəlməsinin zərurliyini bilir. Ki bu, məsələn, Allah istəyir ki, məsələn deyək də, insanlar olsun. İnsanlar olması üçün nə lazımdır? Torpaq olmalıdır ki, Allah Adəmə xəlq eləsin. Adəm var. Nəsli nədir artmalıdır? Həvva olmalıdır da. Yəni müəyyən bir şeyin olması üçün onun müqəddiməsi də olmalıdır. Məsələn, insan namaz qılmalıdır. Namaz vacibdir, bəli. Vacibin müqəddiməsi də vacibdir. Hökm var da. Qanundur dinimizdə. Vacibin müqəddiməsi də vacibdir. Namaz vacibdir, bəli. Nədir o müqəddiməsi? Dəstəmaz. Müqəddimə olmadan o vacib qəbuldur, xeyr. Hər namaz qılsa, hər kim dəstəmazsız qəbul deyil ki. Çünki müqəddimə yoxdur. İndi müqəddimənin, daha sonra nəticənin, məsələn, yəni dəstəmaz, namazın olması üçün və qəbulluğu üçün insanın zehninə formalaşır. Nəyin zərurliyini anlayır dəstəmazın. İndi Allah Teala istəyir müəyyən bir şey yaratsın. Onun xüsusiyyətlərində nədir? Deməli, bilir. Ki, belə bir xüsusiyyətlərə malik olacaq. Məsələn, bu insan gözü belə olacaq, belə zehnə malik olacaq, filan və s. Hə, nə lazımdır? Addım atması lazımdır ki, ta o olsun. Yəni, Allah qərar verir ki, bəli, bu məxluq kimi yaratmaq istəyirəm. Onda filan xüsusiyyətləri var. Bu nəyi tələb eləyir? O tələb eləyir ki, o şeyi xəlq eləsin. Yaxşı. Bəs nədir feili qəza və qədər? Adını mənimdə feil, hərəkət, əməl. Yəni, Allahın bütün yaranmışlar üçün həm zati, həm də qeyri-zati
xüsusiyyətlər təyin etməsi nəzərdə tutulur. Nə deməkdir bu? Bir də oxuyaq. Allahın bütün yaranmışlar üçün. Məsələn, Allah nəsə yaradıb. Allah sizi filan şey yaratsın. Düzdür? O, məsələn, insan deyək. Həmişə çalışın ki, əzizlər, mənim şey oxuyan cümləni oxuyun intonasiya ilə, qarnı qalmasın deyə və misal vuraraq Allahın bütün yaranmışlar üçün, məsələn, misal, insan üçün həm zati, yəni insan belə andan gəlmə bir zatı, onun xüsusiyyəti var. Məsələn, içində insan yatmalıdır. Bunun zatında var. Bir də var qeyri-zati. Qeyri-zati xüsusiyyətlər. Məsələn, deyək, elə insan var ki, ümumiyyətlə, indəki məsələn, əməliyyat olunmayıb. Yəni, Allah Teala insan yadında demir ki, bütün insanlar hamısı əməliyyat olmalı xəstəxanada. Yox, bu artıq zaman keçdikdən sonra bəyə yuxarı oxuduğa, o bu dəstə, zaman, məkan, şəraitə görə qeyri-zati xüsusiyyətlər, yəni zatında olmayan xüsusiyyətlər də ortaya çıxır. Nə deməsi burada? Məsələn, pesok. Pesok şirindir, bəli. Bunun şirinliyi harandır? Sonradan da yox. Bu zatəndir. Pesok deyəndə nə gəlir insan zehninə? Şirinlik. Pesokdan almaq olmaz ki, onun şirinliyin. Düzdür? Allah misal burada istəyir pesok xəlq eləsin, yaratsın. Bunun bu şirinlik xüsusiyyətini də zatən, belə də andan gələn bunun içində var. Zaman ötdükcə qeyri-zati xüsusiyyətlər də ortaya çıxa bilər. Misal burada o, insanın cərrahi əməliyyatında olub-olmaması. Allah bu da bilir. Bunun gələcəyini də bilir ki, belə şey olacaq, olmayacaq. Yəni, bəzi dilləri, məsələn, Allah bəs bilmirdi. Bilmək o deməkdir ki, bunu o eləyir. Sən baxsan kənardan, görürsən ki, iki maşın üz-üzə gəlir. Hər ikisi bərk sürür. Və hər iki sürücü də, məsələn, fikir başqa yerədir. Nə anlayırsan? Ki, bunlar qəza eləyəcəklər. Qəza da olur da. Maşın bir-birinə vurur. Düzdür? İndi bunları sən elədin, qəza, hadisə törətdi burada. Yox, axı sən bilirdin. Bir şey bilmək, nə vaxtda onu etmək sayılır. O demək deyil ki, bunların qəza törətməsi, iki maşın bir-birinə vurmasını, bu baxan adam, baxırdı binadan, balkondan gördü bunu. Bu da günahkar, bu da cinayətkar. Təbii ki, yox. Biz deyəməli ki, Allah da məsələn bunun bilirdi belə olacaq. Və niyə? Deməli ki, Allah bunu eləyir. Misal vurur ki, mümkün deyil. Niyə bunun qarşısını almadı? Ona xüsusi cavab var inşallah. Biz onu keçəcəyik. Fatalizm mövzusunda, yəni cəbr deyilən mövzusu var. Cəbr ixtiyar, əqaiddə də var. Kəlamda daha geniş. Əqaid, ümumiyyət əziz, əqaid o dərin dəryanın sahilidir. Dərin dərya ki var, ha? Əqaidi, fəlsəfəsi, kəlamı, irfanı, hikmət elmi. Əqaid bunun sahilidir. Getdikcə dərinləşir, ta gedir çox dərin mövzulara ki, həqiqətən bəzi bizim üçün anlamaq çətindir. Hələ ən qəliz mövzudan bir də qəza və qədərdir. Misallarını vururuq ki, yəni ta bizi dinləyən əzlərimiz az da olsa müəyyən miqdar bilsinlər. Allahın məxsus olduğu üçün, məsələn üçün mən özümdə mən nə qədər bilərəm ki, ondan çox cüzi miqdar. Misallarını vururam ki, heç olmasa daha da özümüz mükəmməl anlaya bilək ki, təxmini mənada az, amma saz, yəni yaxşı bilək. Təkərləm, feili qəza və qədər nədir? Allahın bütün yaranmışlar üçün həm zati, Pesokun şirinliyi kimi, həm də qeyri-zati xüsusiyyətlər təyin etməsi. Bu adlar nə? Feili qədər. Feili qədər. Bəs feili qəza nədir? Budur ki, Allah öz yaratdıqlarına varlıq zərurliyini bəxş edir. Bu olmalıdır ki, ata-ana övlad olsun da. Və səbəblər vasitəsi ilə onların varlığının gerçəkləşdirir. Müəyyən səbəblər olmalıdır ki, ata olmalıdır, ana olmalıdır,
Ta o Allahın yaratmaq istədiyi bəndə ki, bəndə məsələn filan xüsusiyyətlərə malik olacaq, zati, filan xüsusiyyətlər qeyri-zati. Bunun üçün, bu insanın yaranması üçün səbəblər olmalı. Nədir o? Ata-ana. Başqa söz desək, hər bir mümkün varlıq. Nədir mümkün varlıq? Nədir mümkün varlıq? Oxumuşuz da bir. Var zəruri varlıq. Yalnız Allahdır. O olmasa heç nə olmaz. Bütün hər bir şey ona bağlıdır. Nədir o? Zəruri varlıq. Sırf Allahdır. Biz deyilik. Da var mümkün varlıq. Nədir mümkün varlıq? O oğlu olmadı, olsuz da həyat davam edir də. O misal var bizdə deyirlər ki, yox da xoruz səhər açılmırdı. Yəni hökmən xoruz olmalı səhər açılsın. İnsan olmasa başqa insan ola bilməz ki. Bu mümkün varlıq, yəni məsələn deyək biz. Biz iki cəhətdən ibarət əzizlər. Biz Allahdan başqa bütün məxluqat iki cəhətdən ibarətdir. Bir, mövcudların səbəbiyyət. Nədir səbəbiyyət? Var ya, qanun var fəlsəfədə, illət məlul deyərlər, determinizm deyərlər elmdə, kimyada. Bizlər nə? Səbəb və nəticə. Yəni bir şey, məsələn üçün, valideyn, əzizlər, özü həm də bir nəticədir. Ata-anasının. Bu valideynin həm də özü bir səbəbdir öz övladlarının olmasında. Tam səbəbdir ha, tam səbəb Allahdır. Təkərlə, mümkün varlıq bizlər iki cəhətdən ibarət. Bir, mövcudların, yəni varlıqların səbəbiyyət qanununa görə zərurləşən varlığı. Bəzən, yəni bu mümkün varlıq ki, var insan, bu olmalıdır ki, bunun uşağı olsun da. Bu övlad olmalıdır. Nə tələb olunur burada? Atanın olması. Deməli, atanın olması ki, baxma, özləri həqiqətdə bir mümkün varlığıdırlar. Bunlar da nəticədirlər, zəruri varlıq deyirlər. Bu öz yerin. Eyni zamanda bunlar həmçinin bir səbəbdirlər və zərurilik bunlarda vardır ki, onların övladı olsun. Bu bir. İkinci olan xüsusiyyətləri. Feil-i qəza və qədər nə deməkdir? O deməkdir ki, bu iki cəhət, yəni feil-i qəza və feil-i qədər Allah tərəfindəndir. Və onun istəyinə bağlıdır. Feil-i qəza və qədərin mənasına nəzər salmaqla birinci məsələ aydınlaşır. Birinci, elmi qəza və qədərin əksinə olaraq feil-i qəza və qədər əşyaların varlığından öncə deyil, onunla birlikdədir. Elmi qəza və qədər nə idi? Əvvəldən bilirdi, sonra nə edirdi? Qərar qəbul edirdi ki, olsun. Feil-i qəza və qədər nədir? Artıq indi başı yaratmalığa. Yəni əvvəl insan qərar verir, məsələn filan xüsusiyyətlər olsun, olan bir məsələn insan istəyir və deyir ki, bəli, artıq yaradıram. Yaratmadım ki, yaradıram. Burada əməl yoxdur, burada feil yoxdur. Feil isə sonra başlayır. Nə vaxt başlayır? Qərardan sonra. 2. Feili qəza və qədər Allahın yaratması ilə bağlı bir xüsusiyyətdir. Və onu xaliqiyyət sifətinə bir də bağlamaq olar. Bir də oxuram. Feili qəza və qədər Allahın yaratması ilə bağlı bir xüsusiyyətdir. Yəni yaradır, artıq nə var? Feil var da, hərəkət var. Elmdə sən bir şey bilirsən. Feil nədir? Hərəkət etməlilik. Birinci hasil olmalıdır. İnsan bilməlidir ki, məsələn deyək, bu elə bir otaq istəyir ki, məsələn otaq isti olsun. İstilik xüsusiyyətinə malik olsun. Deyir ki, bəli. Bunu eləyəndən sonra qərar qəbul ki, bəli, gəl mən məsələn elə düzəldəm şüşəni və pəncərəni ki, o içəri soyuq keçirməsin. Möhkəm pəncərə olsun, möhkəm şüşə olsun və s. Xüsusiyyətlərini bildi, qərar qəbul elədi. Sonra nə eləyir? Addım atır, ora pəncərə qoyur. Feil-i qəza və qədər Allahın yaratması ilə bağlı bir xüsusiyyətdir
və onun xaliqiyyət sifətinə. Yəni nə eləyir? Feil nədir? Hərəkət. Nəyə hərəkətləyəndə yaradır da? O əllərindən xaliqiyyət yaratmaqla. 3. Əşyalara xaricdə xüsusiyyətlər təyin etmək. Fiili qədər. Onların vücudunun dərəcəsindən asılı olaraq fərqlənir. Allah yaradır hər bir şeyi. Yaratdıqla müəyyən xüsusiyyətləri var. Misal veririk, ağacdır hamısı. Amma hər ağacın fərqli xüsusiyyətləri var. Meyvə verən, meyvə verməyən filan və s. Buna görə mücərrəd varlıqlarda, yəni maddi olmayan varlıqlarda qədər onların zati hədlərini müəyyənləşdirmək deməkdir. Qədər nə oldu? Yəni müəyyən bir şeyin həddi ölçüsü. Amma maddi varlıqlarda qədər zaman və məkan şəraitinə, keyfiyyət və kəmiyyət xüsusiyyətlərinə aid olur. Gözəllik, sağlamlıq. Ya məsələn, nə ki xüsusiyyətlər var, Bunun əsas nəyə aid olur? Maddi şeylərə. Məsələn, insan maddidir, bəli. Gözəl, sağlam. Bu xüsusiyyətə kimə aiddir? Maddiyə. Mücərrəd məsələn deyək ağıl. Bu ağıl gözəldir. Bu sual deyil ki. Ağıl sağlamdır, xəstələnməyib ki. Bu sual deyil. Bəzi sifətlər var ki, maddiyə aiddir də, insana aiddir. Bu mücərrəd olan ruha aid deyil. Məsələn, ruh. Ruhun gözəldir, ruhun sağlamdır, xəstədir. Sən bu suala versən mənəvi cəhətdən, hə, məsələn, ruhən günahsızdır, başqa bir şey. Amma biz danışıq sırf maddi və mücərrəddən. Məsələn üçün deyək, külək. Külək xəstələnməyib ki, bu külək maddi deyil ki. Küləyin çəkisi, ölçüsü, rəngi filanı var, ağrı. İnsanın qolu ağrıyır. Var ağrının yeri, var ağrının özü. Ağrının özü hanı? Görkəmli, çəkisi, rəngi, forması var, yox. Deyir ki, bu ağrı var, ha. Ağrı gözəldir. Bu bəzən sual səhvdir. Bu qədər Allah inşallah elmimizi artıq eləsin. Allahümmə salli əla Muhammed və ali Muhammed və acil fərəcəhum.